Anthropic Cloud dizaynı təqdim etdi. Bunun vasitəsilə siz prototiplər, slaydlar, sənədlər, wireframelər və animasiyalar hazırlaya bilərsiniz. Bunu necə edəcəyinizi bu videoda göstərəcəm. Cloud dizayna veb-sayt və ya Cloud Desktop üzərindən daxil ola bilərsiniz. Cloud dizayn bölməsinə daxil oluruq. Burada chat pəncərəsinə istədiyiniz dizaynı sıfırdan hazırlamasını deyə bilərsiniz və ya aşağıda şablonlar bölməsində hazır şablonlardan istifadə edə bilərsiniz və əlavə olaraq faylları, folderləri, GitHub hesabınızı, kompüterinizdəki lokal kodları, Figma fayllarını, dizayn sistemlərini, skillləri və konnektorları əlavə edə bilərsiniz. Eyni zamanda öz dizayn sistemlərinizi də əlavə edə bilərsiniz. Qeyd edim ki, əgər dizayn sisteminiz olmasa, hazırladığınız dizaynlar generik, ümumi olacaq. Əgər özünə məxsus, brendinizə uyğun dizaynlar hazırlamaq istəyirsinizsə, siz dizayn sistemləri hazırlamalısınız. Dizayn sistemini necə hazırlayacağınızı birazdan göstərəcəm. Template bölməsində hazır şablonları seçə bilərsiniz. Slide, prototip, wireframe, dokument, animasiya və s. Əgər GitHubda kodunuz varsa, onu da əlaqələndirə bilərsiniz. Burada model seçə bilərsiniz. Project bölməsində hazırladığınız bütün layihələri görə bilirsiniz. Dizayn sistemlərdə hazırladığınız dizaynları, templates bölməsində isə şablonları görə bilirsiniz. Konnektorlar bölməsində istədiyiniz konnektoru qoşa bilərsiniz. Usage bölümündə isə xərclədiyiniz kreditləri görə bilərsiniz. Dizayn sistemləri yaratmaq üçün Create Design sistemi deyirik. Burada iki seçim qarşımıza çıxır. Birinci seçimdə əgər biz özümüz sıfırdan dizayn sistemi hazırlamaq istəyiriksə, Create Here deyirik. Əgər kodumuzdakı hazır React komponentlərindən Cloud Code vasitəsilə dizayn sistemini yaratmaq istəyiriksə, Create Using Cloud Code deyirik. Cloud Code vasitəsilə kodunuzda artıq mövcud olan dizayn sistemlərini Cloud dizayna sinxronlaşdıra bilərsiniz və Cloud dizaynda istifadə edə bilərsiniz. Create Here deyirik. Dizayn sistemi qurmaq üçün şirkətimizin adını və şirkətimiz haqqında qısa məlumat veririk. Əgər GitHub repomuzda dizayn sistemimiz varsa, repo linkini əlavə edə bilərik. Kompüterimizdəki kodu əlavə edə bilərik. Figma faylını əlavə edə bilərik və brendimizin rəngini, loqosunu və aktivlərini əlavə etməliyik. Bunları sıfırdan yaratmağa ehtiyac yoxdur. Siz məşhur brendlərin dizayn sistemlərini kopyalaya bilərsiniz. Bunun üçün bir çox veb-sayt mövcuddur. Onlardan biri designmd.ai-dir. Bu linkə daxil olursunuz. Məsələn, mən Nvidia şirkətinin dizayn sistemini kopyalamaq istəyirəm. Burada Nvidia'nın veb-saytının bütün dizayn sistemini görə bilərsiniz. Download MD deyirik. Buradan yükləyirik və Cloud dizayna əlavə edirik. Əgər əlavə qeydlərimiz varsa, onları da yazırıq. Continue to generation deyirik. Dizayn sisteminin yaradılması təqribən 5 dəqiqə çəkir. Dizayn sistemi hazır olduqdan sonra belə bir nümunəvi veb-sayt hazırlayır. Lakin bizim buna ehtiyacımız yoxdur. Bu dizayn sistemini yayımlamaq üçün Publish-də klikləyirik. Beləliklə bütün layihələrimizdə istifadə edə bilərik. Design Systems bölməsi altında öz dizaynımızı görə bilərik. Məsələn, mən onlayn bitki satışı edən Lifi üçün veb-sayt hazırlamağı deyirəm və dizayn sistemi olaraq yeni yaratdığımız Lifi dizayn sistemini seçirəm. Burada dizayn sistemini hazırlamamışdan əvvəl dizaynı dəqiqləşdirmək üçün bizə bir neçə sual verir. İstəyimizə uyğun seçimlər etdikdən sonra Continue deyirik, davam et deyirik və prototipi hazırlamağa başlayır və veb-saytımızın prototipini hazırladı. Gördüyünüz kimi veb-saytın prototipi hazırladığımız dizayn sisteminə uyğundur. Əgər hər hansı bir bölməni bəyənmədinizsə, markupa klikləyərək Cloud-un həmin hissəni dəyişməsini istəyə bilərsiniz. Məsələn, mən burada yazıları daha ortaya nəzərən nizamlamasını deyirəm. Gördüyünüz kimi yazıları ortaya nizamladım. Əgər bu prototip üzərində komandanızda işləyirsinizsə, Comments-ə klikləyərək onlara şərh yaza bilərsiniz. Əgər dəyişikliyi Cloud yox, siz etmək istəyirsinizsə, Edit-ə klikləyirsiniz. Bu sizə kömək edir ki, Cloud kreditlərindən sərfəli istifadə edərsiniz. Sol paneldə bütün parametrləri dəyişə bilərsiniz. Dəyişikliyi etdikdən sonra Save-ə klikləyirik. Əgər Cloud-un dəyişikliyi üçün ideya verməsini istəyiriksə, Twix-ə klikləyirik və Cloud burada
dəyişikliklər etmək üçün Twix pəncərəsi yaratdım. Burada dizaynın bəzi hissələrində dəyişikliklər edə bilərik. Məncə belə daha gözəl oldu. Burada prototipin ölçüsünü dəyişə bilərik. Full screen-ə klikləyərək dizaynımızı tam ekranda görə bilərik. Share bölməsinə klikləyərək dizaynımızı komanda yoldaşlarımızla paylaşa bilərik. Export bölməsində isə hazırladığımız dizaynı yükləyə bilərik. Eyni zamanda bu dizaynı Cloud Code və Canva-ya göndərə bilərik. Cloud Code-a göndərmək üçün bu promptu kopyalayıb Cloud Code-a yazırıq və ya zip folder olaraq yükləyə bilərik. Slide şablonu vasitəsilə siz sosial şəbəkə hesablarınız üçün karusel hazırlaya bilərsiniz. Məsələn, mən Instagram hesabım üçün AI haqqında 5 mif karuseli hazırlamasını deyirəm və verdiyi sualları cavablandırıram və karuselimiz hazırdır. Bu karuselə şəkillər də əlavə edə bilərik. Bunun üçün müxtəlif platformalar qoşa bilərsiniz. Mən Polynations AI-dən istifadə edirəm şəkil hazırlamaq üçün və ya MCP vasitəsilə Hexfildə də qoşa bilərsiniz. Gördüyünüz kimi arxa fona şəkil də əlavə etdim. Əgər tələbəsinizsə, sərbəst işlər üçün də təqdimatlar hazırlaya bilərsiniz. Texnologiyanın inkişaf tarixi haqqında təqdimat hazırlamasını istəyirəm. Burada verdiyi sualları cavablandırıram və təqdimat hazırdır. Təqdimatın daha cəlbedici görünməsi üçün animasiyalar da əlavə edə bilərik. Əgər şəkil və ya video əlavə etmək istəyirsinizsə, Hexfil MCP-ni qoşa bilərsiniz. Burada aşağı bölmədə Speaker Note bölməsi var. Burada Speakers Note hissəsinə qeydlərinizi əlavə edə bilərsiniz. Dokument şablonu ilə siz qrafikli hesabatlar hazırlaya bilərsiniz. Xəyali bir şirkət üçün bir səhifəli hesabat hazırlamasını istəyirəm. Burada sualları cavablandırıram və gördüyünüz kimi qrafikli hesabat hazırladım. Əgər biz layihənin ilkin mərhələsində fikirləri tez sınaqdan keçirmək istəyiriksə və dizayn bəzəklərinin diqqəti yayındırmasını istəmədiyimiz zaman wireframe-lərdən istifadə edirik. Bu rejim rəqəmsal məhsulun vizual bəzəklərinə deyil, sırf funksionallığına və strukturuna fokuslanır. Mezian adlı fashion brendim üçün wireframe hazırlamasını deyirəm. Sualları cavablandırıram. Gördüyünüz kimi wireframe-lər hazırladı. Alternativ variantlar da hazırlamasını istəyə bilərik. Alternativ variantlarımız da hazırdır. Animasiya şablonu vasitəsilə reklam animasiyaları hazırlaya bilərsiniz. Məsələn, mən Bali üçün reklam animasiyası hazırlamasını istəyirəm. Sualları cavablandırıram. Video hazırdır, lakin videoda xətaları ola bilir. Bunu da düzəltməyini istəyə bilərsiniz. İnternetdən real şəkillər tapıb əlavə etməyini istəyirəm. Animasiya hazır olduqdan sonra musiqi də əlavə edə bilərsiniz və musiqimizi də əlavə etdim. Mən şəxsən bəyəndim bu animasiyanı və bu animasiyanı yükləyərək sosial şəbəkə hesablarınızda paylaşa bilərsiniz və beləliklə Cloud Design'ın bütün funksiyaları haqqında öyrəndik. Əgər bu video faydalı olduqsa bəyənin, paylaşın, abunə olun, şərh yazın. Təşəkkürlər.